Allah'a təvəkkül eləmək, ona dua eləmək, qardaşların üçün dua eləmək. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, siz mömin olmazsınız ta özünüzə istəyəni başqa mömin qardaşınıza istəməyincə. Yəni bu nəyə aparır? Ananı paxıllığa aparır aradan. Əksərə bir qardaş məsələn qabağa gedəndə, bir qardaş maddi cəhətdən imkanı ya nəsə cəhətdən. Elhamdülillah, hamı sevinməliyik. Lazım deyil paxıllıq eləmək, həsəd eləmək, onun nəticəsində qeybətə keçmək. Çünki qeybət ən böyük günahlardandır. Allah Subhanahu taala qeybəti vəsf eləyir bizə. Və la yaxtab ba'dukum ba'da. Yəni bir-birinizə qeybət eləməyin. Nə üçün orada qeyd eləyir? Nə üçün? Qeybəti vəsf eləyir. Elə bir ki, mömin qardaşımızın ölmüş cəsədinin ətini yeyirsən. Qeybəti gör necə Allah vəsf eləyib bizə. Necə pis əməldir, mundar əməldir. Peyğəmbər sallallahu əleyhi və səlləm ondan soruşdular ki, qeybət nədir dedi? Mömin qardaşının arxasınca danışmaq. Hansı ki, o eşitsə xoşu gəlməz ki, sən onu deyirsən. Qeybət odur. Bu vaxt sahabələr dedilər ki, ya Rasulullah, birdən doğrudan da biz danışdığımız onda var. Dedi, əgər doğrudan da varsa, bu qeybətdir. Yox, əgər yoxdursa, bu böhtandır. Ona görə, təbii ki, burada əsas gedir şəxsi məsələlər, dünyavi məsələlər və s.